Nəhayət ki, gözlədiyimiz an gəldi. Avstralop cücələrimizdə çıxışlar başladı. Hamısı bir-birindən gümrahdı. Bu həftə həm bu sevinci paylaşıram, həm də yeni çıxan cücənin gələcəkdə sağlam toyuq olması üçün nələr etməliyik, onlardan danışıram. Dostlar, cücənin yumurtadan çıxması işin yarısıdır. Əsl iş ondan sonra başlayır. İlk bir həftə sağlam toyuğun təməlidir. Əgər bu dövrdə səhv etsəniz, bütün ömrü boyu heyvan zəif qalır. Baxın, mütləq bunlara diqqət edin. İstilik. Cücəni üşütmək olmaz. Altlığa əlinizi qoyanda o istini hiss etməlisiniz. Temperatur 32-dən 35 dərəcəyə qədər olmalıdır ki, cücə büzüşüb qalmasın. İlk yem və su. İlk 24 saatda mütləq keyfiyyətli start yemi verin. Suyuna biraz vitamin və ya şəkər qatmaq onlara enerji verir. Quru altlıq. Ayaqları heç vaxt nəm görməməlidir. Altı təmiz və quru olan cücə tez boyatar. Bu balacalara uşaq kimi baxılmalıdır. İlk 7 günü düzgün keçsək, inşallah hamısı sağlam böyüyəcək. Suallarınızı rəydə gözləyirəm. Cücələrin böyümə macərası üçün izləmədə qalın.